Mənsur Dəvaniqini danışmışdım da sizə. Oturmuşdu bir məclisdə, milçək gəldi, qondu üzünə. Xəli ilə milçəyi qovdu. Milçək getdi, hərləndi, gəldi, yenə xəlifənin üzünə qondu. Bu bir neçə dəfə baş verdi. Axırda Mənsur Dəvaniqi özündən çıxdı. Məclisdə İmam Sadiq əleyhissalam da oturmuşdu. Üzünü tutdu Peyğəmbərin balasına. Dedi, Yəvnə Rəsulillah. Ey Peyğəmbərin balası, Allah bu milçəyi niyə yaradı? Bunun bir hikməti var. İmam Sadiq əleyhissalam dedi, ey Mənsur, milçəyin neçə dənə yaranma səbəbi var, tibbi, hikməti, elmi. Amma mən sənə lazım olanı deyəcəm. Dedi, nədir? Dedi, Allah milçəyi yaradı, bir hikməti də odur ki, sənin kimi təkəbbürlü insan təkəbbürünü sındırsın. Yəni, ey Mənsur, sən bir milçəklə bacarmırsan, sən hansı gün və təkəbbür işləyirsən? İnsan bu qədər acizdir də. Görürsən, dünənləri bir zəngə, böyük problemi zəng edib həll edən adam, indi telefon orada zəng çalır, əli qalxır, Allah qüdrət alır. Bəhlul danəndə oturub qəbristanlıqda əlində də bir çubuq tutub, dayanmadan bir qəbirə vurur. Dedilər, ey Bəhlul, niyə əlindəki o çubuqla dayanmadan o qəbirə vurursan? Dedi, bu qəbir sahibi yalancıdır. Dedi, niyə? Deyir, sağlığında deyərdi, mənim maşınım, mənim evim, mənim pulum. Gedəndə heç birini aparmadı, yalancıdır da. Onun uydusa niyə aparmadı?